Deyirəm, nə gözəl həyatdır. Qazi aldığı pensiyasını kreditə verir, dəva dərmanına verir. İldə, ayda bir kərəm çıxır, kimlərdənsə və kimdənsə kişi bilir, kömək istəyir. Qazi olur dilənçi. Amma 3 minlik telefon işlədən siz blogerlər. 80 minlik, 100 minlik maşın sürən siz blogerlər. Dilənən siz blogerlər. Kişi deyib özünüzə, kişiliğinizi jetona satan 90% siz blogerlər, bəlkə 95%'dir, siz blogerlər. Amma cındır çıxan bu vətən yolunda can qoyan oğlanlar. Buna səbəb nədir? Nə vaxta qədər mənliyinizi, kişiliğinizi sizə dəstək olanlara satacaqsınız. Və siz dəstəkçilər nə vaxta qədər qeyrətinizi unudub, göbəyi çıxarır çöldə qoyanlara şərəfinizi gedib satıb, arvadınızın qulağını sırğa